Uşaqda qan azlığı var və bunu aradan qaldırmaq olmur. Səbəb nə ola bilər? Fərqli səbəblərin olduğunu bildiriblər, amma dəqiq diaqnoz qoyan olmur. Əgər uşaqda qan azlığı varsa, ilk növbədə hematoloqa müraciət etmək lazımdır. Hematoloq xəstəni müayinə edəndə, əlbəttə, əvvəlcə sorğu aparılır, ondan sonra orqanların vəziyyətinə baxılır, ondan sonra da qanın analizləri aparılır. Hematoloq müayinə edəndən sonra aşkara çıxarır ki, bəli, bu qan azlığı nə ilə bağlıdır. Bəzən doğrudan da elə hallar var ki, o zaman uşaqlarda onu deyim ki, qan azlığı çox zaman dəmir defisiti ilə əlaqədar olur və bir də irsi qan xəstəlikləri, xüsusən də onun daşıyıcı formaları ilə bağlı olur. Bu daşıyıcı formaların aşkara çıxarılması sırf əlbəttə hematoloqun işidir. Eləcə də dəmir defisitli anemiyanın, yəni anemiyanın səbəbində dəmir defisiti olduğunu aşkara çıxarmaq da hematoloqun işidir. Bəzən bu müayinələrin heç biri istənilən nəticəni vermir. O zaman bu istiqamətdə, anemiyanın tapılması istiqamətdə daha dərin müayinələr aparılır. Bu hematoloqlar bunu bilirlər. Hemoqlobinin elektroforez müayinəsi, bəzən deməli, hətta nəinki bir xəstənin, hətta bütün nəslin anemiyadan əziyyət çəkdiyi, amma heç zaman bunun səbəbinin tapılmadığı məlum olur. O zaman aparılan dediyimiz kimi elektroforez müayinə xəstədə anemiyanın kökündə irsi faktorun olduğunu aşkar edir. Əgər bu da kömək etmirsə, o zaman müasir metodlar var. Onlardan biri də molekulyar genetik müayinədir ki, o hökmən anemiyanın kökündə nəyin dayandığını tapıb aşkara çıxaracaq.